15 dəqiqə yox, böyük bir ehtimal ki, 10 dəqiqə bitirmə çalışacaq söylətdim. Və mən hazırlaşarkən bura baxdım ki, hər bir kəlmə bir fikirdir və bu fikrin hamısını mən yadda saxlaya bilməyəcəmə görə dedim, ən yaxşısı elə bu mənbəyindən oxuyaq. Bu müzikini biraz daha yuxarıya doğru qaldırmağa çalışaq. Bir gün özümə sual verdim. İnsan nədir? Cavab axtardım. İnsan bir ad deyil, insan bir peşə deyil, bir CV deyil, bir status deyil. Sonra anladım, insan bir cavab da deyil. İnsan bir sualdır. Biz adətən insanları cavab kimi oxuyuruq. Həkimdir, uğurludur, uğursuzdur, sakitdir, çətindir. Amma bunlar cavab deyil. Bunlar sualın üstünü örtən etiketlərdir. Uşaqlar sualdır. Ona görə də çox sual verirlər. Böyüdüksə bizə öyrədirlər, çox sual vermə. Cavabın hazır olsun, özünü izah elə və biz yavaş-yavaş cavaba çeviririk. Ya da elə zənn edirik. Amma heç kim tam cavab ola bilmir, çünki insan dəyişir. Birini tanıdığını düşünürsənsə, dayan, o insan artıq dəyişmiş ola bilər. Çünki sual hər zaman yenilənir. Bəlkə də münasibətlərimizin çoxu ona görə dağılır ki, biz bir-birimizi cavab kimi yadda saxlayırıq. Axı sən belə deyildin, deyirik. Bəli, çünki artıq başqa sualam. Cəmiyyət bizdən soruşur, kim olacaqsan, harada işləyəcəksən, nə vaxt evlənəcəksən, ən doğru cavab hələ soruşuram. Cəsarət cavab vermək deyil, cəsarət sual olaraq qalmaqdır. Sual canlıdır, cavab isə donmuşdur. Əgər bir insanı həqiqətən sevmək istəyirsənsə, ona cavab kimi yox, sual kimi yanaş. Bəlkə də həyat bizə heç vaxt cavab vermək üçün verilməyib, həyat soruşmaq üçündür. Bir gün hamımız dayanacağıq, adımız çağırılmayacaq. Yeməyə gözləyənlər artıq gözləməyəcək. Şəkillərimizi divardan asılacaq. 2 nəsil sonra insanlar divardakı şəkili belə tanımayacaqlar. Peşəmiz soruşulmayacaq. Kim olduğunu soruşacaqlar. Divardakı şəkil kimdir, ay ata? Uğurlarımız siyahıya alınmayacaq. O gün bizdən tək şey qalacaq. Verdiğimiz cavablar, yox daşıdığımız suallar. Eğer bu gün karşındaki insana tələsmədən baxa bilsən, onu izah etmək yox, anlamağa çalışsan, bəlkə də ilk dəfə həqiqətən insan görərsən. Sən cavab deyilsən, mən cavab deyiləm, heç birimiz cavab deyilik. Biz soruşulan suallarıq. Biz cavablarla böyüdük. Doğru cavab, yanlış cavab, test cavabı, imtihan cavabı, amma həyat test deyil. Həyat müəllimə təslim edilən kağız deyil, həyatın sonunda doğrusu yoxdur. Hamımız dayanacağıq, telefonlarımız susacaq, təqvimlər bitəcək. Sonra eləyərəm dediklərimiz heç vaxtda çevriləcək. O gün bizdən soruşulmayacaq, nə qədər qazandın, kim oldun, neçə nəfər səni Facebookda tanıdı. O gün bizdən soruşulacaq, insan oldun mu? Biz bir-birimizi çox tez bağlayırıq, etiketləyirik, hökm veririk. Sanki qarşımızdakı insan tamamlanmış bir cümlədir, amma heç kim tamamlanmayır. Hər birimiz yarımçıq sual kimi yaşayırıq. Eğer bu gün birini itirmişsənsə, bil ki onun cavabını yox, sualını itirmişsən. Eğer bu gün özünü itirmişsənsə, bəlkə də ilk dəfə öz sualında baş-başasan. Üstündə heç nə yazılmamış zərf kimiyik. İçimizdə bir məktub var. Onu tələsik açan heç vaxt oxuya bilmir. Bəzilərimiz kitab kimidir, ilk səhifədə hökm verirlər. Bəzilərimiz saat kimidir, yalnız vaxtı gələndə danışır. Hər insan bir yol ayrıcıdır, üstündə lövhə yoxdur. Nə sağ yazılır, nə sol, yalnız addım var. Bəzən bir insan sənin həyatına açar kimi düşür, qapını açmır, səni qapı edir. Biz bir-birimizi cavab kimi saxlamaq istəyirik. Dondururuq, çərçivəyə asırıq, divardan asırıq, amma insan tablo deyil, insan külək kimidir. Dayandığı yeri yoxdur, keçdiyi yerləri dəyişir. Eğer bir gün özünü itirsən, bil ki kompas xarab deyil, sadəcə xəritə bitib, sənə verilən yollar qurtarıb. Biz açılmamış məktublarıq, bir gün özünü natamam hiss etsən, bil ki kimsə sənin zərfini tələsik açmağa çalışıb. İçində hələ yazılan məktublarıq, tələsmədən açılmalı suallarıq. Bir-birinizi aşmağa çalışmayın. Bir-birinizə vaxt verin. Bəzi zərflər yalnız səssizlikdə oxunur. Açar qapını açmır. Hələ yox.
Hər açar, hər qapı üçün deyil, yanlış qapılara özümüzü uyğunlaşdırmağa çalışırıq, əyilirik, kəsilirik, kiçilirik. Heç bir insan yanlış açar deyil, sadəcə yanlış qapıda sınan açardır. Toxumdan soruşsan, nə vaxt ağac olacaqsan cavab vermək, çünki toxum cavab deyil, toxum prosesdir. Cüzcüyə baxırıq, cüzcü sual vermir, sadəcə göstərir. Onu sevmirik, çünki yalan danışmır, çox vaxt başqalarının cüzcüsü oluruq. Torpağın altında böyüyən sualları, qulaq məməsini dartıb, kış-kış edib, hadisəni üstümüzdən shift elət eləyənlərik. Süpürgə ayağımıza dəyəndə onu götürüb üstünə tu eləyənlərik. Qara pişik görəndə işimizin uğursuz olacağına inananları. Hər insan bir sualdır. Bəzilərinin cavabı heç Google-da bilmir, Google-da bilmir. Bəziləri test kimidir. 5 variantı var, amma hamısı səhvdir. 4 səhv birləşib aparmağa bir düzü belə tapa bilmirlər. 4 səhvin də əlləri üzündə qalır. Əsas məsələ düzgün cavab vermək yox, doğru sualı verməkdir. Ən vacib sual budur. Mən kiminsə cavabıyam, yoxsa hələ də sualam. Toylarımız 2 nəfər yox, 2 sülalə evlənir. Hamı xoşbəxtdir, amma kreditlə. Bəy gülümsəyir, amma beynində tək sualı var. Bu musiqi nə vaxt qurtaracaq? Ən qorxulu cümlə, bizdə hər şey yaxşıdır, amma işdən yanır. Hamı Dubaydadır, amma reallıq sabah maaşlar köçəcəkmi? İnsan sualdır, amma bizdə cavab eynidir, qismət. Ən universal cavabdır, səhvləri yuyub aparır, planları ləğv edir, məsuliyyəti göylərə qaldırır. Sakit ol deyirlər uşaq vaxtı, danışma, böyüyəndə başa düşürsən, böyüyürsən və anlayırsan ki, əslində heç kim başa düşmürmüş. Psixoloqa gedəndə dəlisən deyirlər, amma gecə tək qalanda hamı özü ilə danışır, tavanla danışır, cüzgü ilə söhbət edir, sadəcə pulsuz terapiyadır, xalq təbabəti bu cür işləyir. Davam edirik, hər günah, hər cinayət cəmiyyətə yönəldilmiş bir sualdır, təhsilə yönəldilmiş sualdır. Həbsxanadaşlar dünən məktəbimizdə parta arxasındaydılar. Bugün isə bizə, müəllimlərə, təhsilimizə çoxlu suallar göndərirdilər. Həbsxanadaşlar sualdır, insan sualdır, aləm isə bir cavabdır. Sual olmağı bilmək də bir cavabdır. Öz hekayemizin həm qəhrəmanı, həm də oxucusuyuq. Elm cavablar toplusu kimi görünür, amma mahiyyətcə nizamlanmış suallar xəritəsidir. Hər teorem bir sualdır, hər teorem bir əvvəlki niyənin intizamlı formasıdır. Sualın vicdanı onun fəlsəfəsidir. Elm nizamlı sual vermək cəsarətidir. Elm cavabları muzey deyildir. Sualı olanlar yanar, cavabı olanlar sönər. Cavab bilik üçündür, sual oyanış üçün. İnsan bir qanadı sual, bir qanadı cavab. Sualın varsa gəl, cavabın varsa dayan. Musa Tur dağında dedi, ey Allahım özünü mənə göstər. Cavab göz sözlə gəlmədi, amma dağ parçalandı. Allah cavab vermədi, çünki qul hələ sual halındadır. Cavabı olan dik durar, sualı olan səcdiyə gedər. Gələcəkdə suallarla cavablar yer dəyişə bilərmi? Cavablar sualları axtara bilərmi? Və gözəl insanlar, biz sizə çoxlu suallar payladıq, rəhli suallardır. O sualları bir qaldıraq, o suallar rəngli suallardır, onu üflüyürük. Onu bir şəkildə üfləyək, görək kimin sualı daha böyükdür. Sizə paylanan o sualları üflüyürük. Kim daha möhtəşəm bir şəkildə çoxlu üfləyərsə, ona afərin deyəcəyik, onun içərisində sualları çıxartmağa çalışacağıq. Üfləyək, üflən görmərəm, onu üfləyin, o partlatmayanlar bir daha üfləsin. O partlatma, hələ ki partlatmırıq, şarları üflüyürük, şişirdirik. Onun içərisində hansı suallar var? Kişi olaraq yaranmağında rolun olmaysa, qadınlara üstünlük təmin etmək məntiqsiz deyilmi? Harada doğulmağında sənin rolun yoxdursa, ifrat milliyyətçilik məntiqsiz deyilmi? Sizin evimizdəki, bizim evimizdəki maska dolabımız genişliyi böyükmü? Və o suallara qovuşmaq üçün kolunu üfürük, qaldırırıq havaya, bütün şarları, sualları havaya qaldıraq. Şarları üfləyək, nəfəsə çatmır, puf-puf elə qışqəyəcəkdir, narahat olmaq. Bölgəmizə üfürük. Bəli, indi onları partladı bu sualları götürməyə çalışırıq. Onları partlamaq. Dekabr 9 ilindəki o səslərə də hazır olun da indi də, alışaq. Bəli, onun içindəki sualları götürün,
evde dolabınıza yapıştırın. Onun içerisinde möhtəşəm suallar var. Çok möhtəşəm, çok kreatif, qeyri-adi suallar var. Mesela o muskini biraz daha kaldıralım. O dokun verək o fon muskisine. Muskinin adını bilen var mı? Muskinin fon muskisinin adını bilen var mı? İzahı kullandı demeyeceğim. Teşekkürler. Eyvallah.